Salam əziz şagirdlər və abituriyentlər. Bugün yeni bir video ilə qarşınızdayım. Xatırlayırsınızsa biz sizlə söz birləşməsi bu haqqda öyrənmişdik. İndi isə bunların daha böyüyü cümlə haqqında öyrənəcəyik. Cümlənin nə olduğunu mən sizə izah eləyəcəm. Elə isə başlayaq. Biz deməli sözü keçdik. Sözü dedik necə olur quruluşca? 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb sözlər. Sadə sözlər bir kökdən ya da kök və qrammatik şəkilçisindən ibarət olur. Düzəltmə sözlər kök və leksik, mürəkkəblər isə iki və daha artıq sözün birləşməsindən yaranır demişdik. Yəni bunlar bir ifadə olur da, ikisi birləşir, bir sözü təşkil edir demişdik mürəkkəb sözlər. Görürsünüz tək bir dənədir. Söz bir dənə olur. Amma söz birləşməsi necə olur demişdik. Xatırlatma edəsək, demişdik ki, ən azı 2 müstəqil söz birləşməlidir. Ən azı 2 müstəqil söz. Bura ən az da yazım. Çünki çox da ola bilər. 3 dənə də ola bilər, 4 dənə də ola bilər, 5 dənə də ola bilər. Amma ən azı 2 dənə müstəqil söz olmalıdır ki, o məna və qrammatik cəhətdən yaxınlaşmalıdır, birləşməlidir, əlaqələnməlidir ki, biz bunu deyək söz birləşməsi. Gəlin bir nümunə deyək. Məsələn, deyirəm ki, telefonun, məsələn, nə deyək? Telefonun rəngi. Görürsünüz, 2 dənə sadə sözdür birləşdi. Əlaqələndi. Yəni buna uşaqlar mürəkkəb söz deyə bilməzsiniz. Yəni düşünməyin ki, aha mürəkkəb sözlər axı həm də ayrı yazılırdı. Bu olsun mürəkkəb söz. Qətiyyən. Mürəkkəb söz ikisi birləşir, artıq bir məna ifadə eləyir. Yəni öz mənaların orada məsələn 2 söz birləşəndə o öz mənasını saxlamır. Bax, gəlin baxaq elə çoban yastığına. Çoban və yastıq sözü mənasını saxlayır uşaqlar. Saxlamır. Əlbəttə ki, çoban başqa bir ifadədir, yastıq başqa bir ifadədir. Bunlar birləşir, bambaşqa bir məna yaradır. Amma telefonun rəngi telefonda öz mənasını saxlayır uşaqlar. Rəng də mənasını saxlayır. Bunlar sadəcə əlaqələnib bir-biri ilə. Bu birləşmədir, amma çoban yastığı mürəkkəb sözdür. Çünki çoban və yastıq sözləri mənasını saxlamır. Çoban yastığı tamam başqa bir şeydir. Yəni bitkinin adıdır. Bəs bunlardan cümlə nəyə deyilir? Çox rahat. Cümlə bitmiş fikir ifadə eləyən söz ya da söz birləşməsidir. Və cümlə ümumiyyətlə nəyə xidmət edir desəz, deyərəm ki, insanların arasında bir-biri ilə münasibət qurmaq, fikirlərini bölüşməyə xidmət edən əsas vasitədir cümlə. Çünki sən məsələn birindən söz soruşursan və yaxud birinə bir şeyə cavab verirsən, bunu necə edirsən? Cümlə vasitəsilə edirsən də. Yəni cümlə deməsən, bitmiş bir fikri ifadə eləməsən, qarşındakı sən nə anlayacaq? Anlamayacaq. Elə bir dənə söz deyirsən ya da söz birləşməsi deyirsən. Orada bitkinliyi qoymaq çox böyük şey həll eləyir. Gəlin bir nümunəyə baxaq. Deyir ki, imtahandan uğurla keçdim. Görürsünüz, bu nədir? Bu artıq cümlədir. Bitmiş bir fikir ifadə eləyir. Yəni burada bitkinlik var. Sən artıq məlumat verdi, ötürdü. Və bu cümlələr məlumat vermə şəklində ola bilər, necə deyim, məlumat alma şəklində ola bilər, ya da əmr eləyə bilər, hiss həyəcan bildirə bilər. Buna görə də bunun növləri meydana çıxır da. Biz də deyirik, cümlənin məqsəd və intonasiyaya görə növləridir bunlar. Və də uşaqlar, cümlə haqqında başqa bir məlumatı da versəm sizə, deyə bilərəm ki, cümlədə o cümlənin qurulması üçün yardımcı vasitələr olur. Bu vasitələrdən, məsələn, biz xitabın adını çəkə bilərik, ara sözlərin adını çəkə bilərik, sonra köməkçi nitq hissələrinin adlarını çəkə bilərik. Məsələn, sıradan bir cümlə deyim, fikir verin. Deyirəm ki, əlbəttə bizimdir. Baxın. Bax, bu cümlədə fikir versəz, bitkinlik var. Görürsünüz, bizimdir. Nöqtəni qoyur, bitirir də yəni fikri. Bizimdir cümlə olan hissəmiz. Amma bu cümlədə yardımcı vasitəmiz var, əlbəttə. Əlbəttə sintaktik vahid deyil. Niyə? Sintaktik vahid olaraq daha doğrusu biz bunu götürürük necə? Ara söz kimi. Normalda əlbəttə nədir? Modal sözdür də. Təsdiq bildirən modal sözdür. Yəni cümlədə heç bir suala cavab vermir. Burada cümləni əsas quran bizimdir sözdür. Çünki bizimdir əsas nitq hissəsidir. Və burada bitkinliyi yaradır. Əlbəttə bitkinliyi yaratmır axı, düz deyil. Bitkinliyi yaratmır. Əlbəttə sadəcə yardım eləyir bizə ki, bu cümləni elə bir bəzəyək, düzəyək.
Belə başa düşün. Əlbəttə burada olur modal söz. Bizimdir olur nədir? Şəxs əvəzliyi. Aydındır. Məsələn, fərqli bir cümlə desəm. Deyirəm ki, indi hamının bildiyi bir tipdə cümlə deyəcəm. Daha doğrusu cümlələr oldu. Baxın, anam məni çağırır. Görürsünüz, məlumat verirəm. Bitkinlik var, cümlədir. Sən oxudun, məsələn, tutaq ki, sual verirəm. Sonuna sual qoyuram, olur sual cümləsi. Amma sual qoymasam, nöqtə qoysam, olacaq nəqli cümlə. İndi bunların izahını verəcəm sizə, niyə görə yaranır bu məna növləri. Aha, buradan get. Bu da neynir? Əmr edir. Deyir ki, get buradan. Görürsünüz, burada bitkinlik var. Ona görə bunlara təbii ki, cümlə deyirik. Amma ola bilər ki, cümlə bir sözdən də ibarət olsun, ya da söz birləşməsindən də ibarət olsun. Məsələn, deyirəm ki, gecdir. Siz buna götürüb söz deməyəsiniz, ha. Söz budur, bax, gec. Görürsünüz, bir dənə sözdür. Bura dir qoydum, xəbərlik. Qutardı, oldu cümlə. Çünki bitkinliyi ifadə eləyir uşaqlar. Cümlənin məğzində nə dayanır? Bitkinlik. Bitkinlik varsa cümlə deyirəm. Gecdir. Bitkinlik var, hə, cümlədə. Amma gecdə bitkinlik yoxdur axı. Gec mənə məlumat vermir axı. Amma gecdir mənə məlumat verir. Və biz sizlə isimdə xəbərlik şəkilçilərini niyə görə keçdik? Xəbərlik deyirik ağzımızda. Xəbərlik. Niyə? Çünki bizə xəbər verir. Cümləni qurmağa xidmət edir o xəbərlik şəkilçisi. Xəbərlik varsa qutardı, o cümlədir artıq. Sonra və yaxud söz birləşməsi şəklində deyək. Məsələn, nə deyək? Misal üçün. Deyirəm ki, məktəbin müdiridir, baxın. Məktəbin müdiri uşaqlar. Neçənci növ təyinli söz birləşməsidir? Təbii ki, üçüncü növ, bəli. Çünki in var, bir də müdiri mənsubiyyət var. Şəkilçinin ikisi də varsa, demişdik ki, bu üçüncü növdür. Aha, deməli, məktəbin müdiri üçüncü növdür, parçalamırıq və hamısı bir yerdə olur cümlənin xəbəri. Görürsünüz, nəyə fikir verirəm? Dirə fikir verirəm. Müdiri dir, bitkinlik verib. Sənə sırf versə məktəbin müdiri, o başqa məsələ. Sırf məktəbin müdiri versə, bax, bu şəkildə versə, baxın. Məsələn, bax. Bax. Deməli, hə, belə versə, hətta diri də qoy götürək. Bax, belə versə, bu olacaq söz birləşməsi. Amma bayaqki versiyada versə, məktəbin müdiridir, bu artıq olur nə? Cümlə. Bəli, çünki bitkinlik olmuş olur. İndi gəlirəm uşaqlar cümlənin quruluşuna. Niyə quruluşuna? Biz bir dənə xatırlatma edək. Biz sizlə sözlərin quruluşunu keçmişik ki, söz quruluşla neçə cür olur? Quruluşca 3 cür olur. Bayaq dedik. Sadə, düzəltmə və mürəkkəb. Söz birləşməsini keçdik. Quruluş neçə cür olur? 2 cür. Sadə, mürəkkəb. İndi keçirik cümlənin quruluşuna. Cümlə də quruluşca 2 cür olur. Sadə və mürəkkəb cümlə. Uşaqlar, sadə cümlə, sadə cümlə deyirik ki, bir qrammatik əsasdan ibarət olur. Bir qrammatik əsas nədir? Ümumiyyətlə, qrammatik əsasın nə olduğunu bura qeyd edim. Mütləq bunu yadınızda saxlayın ya bir yerə qeyd eləyin. Çünki bu çox düşən bir şeydir. Çox vaxt yazmır. Məsələn, sadə cümləni tap, mürəkkəb cümləni deyir. Bir qrammatik əsası olan cümləni tap ya da 2 qrammatik əsası. Sən artıq bilməlisən ki, qrammatik əsas mübtəda və xəbər deməkdir. Yəni, bir mübtəda, bir xəbər qrammatik əsas hesab olunur. Aydındır. Yəni, bir dənə qrammatik əsasdır, mübtəda xəbər. İkinci mübtəda xəbər varsa, bir-biri ilə uzlaşan olur ikinci bir qrammatik əsas. Bu da belə. Aha, sadə cümlə təbii olaraq bir qrammatik əsasdan ibarət olur. Mürəkkəb cümlə isə 2 və daha çox qrammatik əsasdan ibarət olur. İndi mən sizə bunu nümunə ilə açıqlayacağım ki, siz bilin bu nə deməkdir. Baxın uşaqlar, 2 cümlə yazdım bura. Birinci cümləm odur ki, Xaqan yüksək bal topladı, dövlət onu mükafatlandırdı. Bu bir cümləmdir. İkinci cümləm, Aytaç hazırlığa vaxtında gəlir. Gəlin ikinci cümlədən başlayaq. Bu cümlələri ümumiyyətlə sintaktik təhlil eləyəndə birinci həmişə yadınızda saxlayın ki, başlayırıq xəbərdən.
Xəbər olur, deməli gəlir sözü. Gəlir, sual verirəm. Nəyidir gəlir? Kim gəlir? Aytac. Nəyə? Hazırlığa. Vaxtında. Nə zaman? Görürsüz? Cümləni təhlil edim və cümlədə bir mübtədam var. Burada olur Aytac. Bir mübtəda budur. Bir dənə də xəbərim var, gəlir. Yəni bu sadə cümlədə bir qrammatik əsası var. Ona görə buna sadə deyirik. İkinci cümləm. Xaqan yüksək bal topladı, dövlət onu mükafatlandırdı. Deməli, birinci cümləm burada olur. Görürsünüz, iki cümlənin birləşməsidir. Topladı nə etdi? Kim topladı? Xaqan yüksək necə? Bal nəyi balı? Mükafatlandırdı nə etdi? Nə? Dövlət, yəni kimi onu. Görürsüz? Kim mükafatlandırdı və yaxud dövlət, yəni belə verə bilərsiniz. Nəysə, burada sözümüz nəyə gəlir? Bir mübtəda xəbər, fikir verirsiniz, bax. Xaqan topladı. Mübtədam xəbərə aiddir. Xaqan topladı ilə uzlaşır. Dövlət də mükafatlandırdı ilə uzlaşır. Bu da ikinci mübtəda xəbər. Oldu sizə iki qrammatik əsas. Qutardı. Buna deyirik mürəkkəb cümlə. Bunlarla bağlı ümumiyyətlə ayrı bir video çəkəcəm. Sadə mürəkkəb cümlə ilə bağlı. Onlara mütləq baxarsınız. Sizin üçün daha aydın olacaq. Sadəcə burada cümlə ilə bağlı danışırıq deyə bu məsələni də özet olaraq keçdim sizə. Bir də məsələn elə cümlələr ola bilir ki, bu topulda falan da düşür. Bunlara üzvlənməyən cümlələr deyilir. Yəni nitq hissəsi olmur deyə əsas nitq hissəsi suala cavab vermir və cümlə üzvü olmur. Bunlara üzvlənməyən cümlələr, yəni söz cümlələri də deyilir. Və bu söz cümlələr təbii ki, əgər üzvlənmirsə sizcə nələrdən ibarət olar? Köməkçi nitq hissələri. Bunlardan da ən yaygını modal söz, ədat, bir də nidalar. Gəlin elə bir cümlə deyim sizə, indi biləsiniz bunu. Birinci, məsələn, sual verir. Deyir ki, gələcəksən, məsələn, belə bir sual verir. Və yaxud gələcəksən mi qoyaq bura. Mi sual ədatda bilirsiniz. Buna da cavabında nə verir? Deyir ki, yox, məsələn. Yox deyir. Yox nə olur burada? Bunun cavabı olur da, düz deyil. Amma yox sözün biz özün harda keçmişik uşaqlar? Keçməmişik inkar ədatında. Keçmişik də təsdiq inkar ədatı. Və uşaqlar, yox sözü hansısa bir suala cavab verir? Əlbəttə ki, yox. Niyə? Çünki köməkçi nitq hissəsidir. Ədatdır. Necə suala cavab versin? Görürsünüz, buna deyirik üzvlənməyən cümlə. Yoxda bir bitkinlik oldu, düz deyil. Amma bu üzvlənmədi də uşaqlar. Çünki suala cavab vermir axı. Aydındır. Və yaxud, məsələn, gələcəksənmi sözünə mən deyərdim əlbəttə. Aydındır. Əlbəttə desəydim, həmin o əlbəttəm olacaqdı üzvlənməyən cümləm. Niyə cümlə deyirəm? Çünki cümlənin özündə nə olur? Bitkinlik olur. Bunda bir bitkinlik var da uşaqlar. Var təbii ki. Çünki mən cavab verirəm. Cavab olaraq yox deyirəm, ya hə deyirəm, ya şübhəsiz deyirəm, misal üçün. Bunları deyirəm. Ona görə cümlə deyirəm. Amma üzvlənmir deyə, suala cavab vermir deyə deyirəm ki, üzvlənməyən cümlə. Bunlarla da bağlı geniş bir izah təqdim edəcəm sizə. Sadəcə olaraq məlumatınız olsun deyə bildirdim. Yəni söz cümlə. Və söz cümlələr də uşaqlar ibarət olur. Bunu da qısa yazım. Deməli, təsdiq inkar ədatı, qısa yazıram. İnkar ədatı, modal söz, bir də nidalar uşaqlar. Çünki qoşmadır, bağlayıcıdır. Bunlarla mən axı cavab verə bilmərəm, düz deyil. Qoşma neyinir? Sözə qoşulur. Bağlayıcı da cümlələri ya da sözləri bağlayır. Amma ədatdır, modal sözdür, nidadır. Bunların biraz belə bir gücü var. Məsələn, modal sözün hamısı yox. Hamısı yox, hansılar adətən təsdiq bildirən, ədatda da təsdiq inkar bildirənlər, nidalarda da. Nidalarda çox işlədə bilərik. Məsələn, alqış nidaları var. Məsələn, afərin, sevinç bildirən nidalar, qorxu, narahatlıq, yəni bunları işlədə biz bilərik. Gəlirik ən önəmli məqama. Cümlənin məqsəd və intonasiyaya görə növləri. Uşaqlar, ümumiyyətlə cümlələr fərqli-fərqli məqsədlər üçün istifadə oluna bilir də. Yəni, biz dedik ki, qarşı tərəflə ünsiyyət qurmaq üçün bu cümlələri qururuq və bu məlumat xarakterli ola bilər, yəni məlumat verirəm, ya bir şey soruşa bilərəm, ya birinə bir şey əmr eləyə bilərəm, ya da hiss həyəcan bildirə bilər, yəni. Buna görə 4 növü formalaşır, məqsəd və intonasiyaya görə. Burada da mən sizə bunlarla bağlı nümunələr vermişəm.
Birinci başlayırıq nəqli cümlədən. Nəqli cümlə əvvəla nəyə deyilir, onu qeyd edeyim. Uşaqlar, müəyyən bir hadisə haqqında, əşya, əlamət, nəyinsə haqqında nəqli cümlədə məlumat verilir. Ya təsvir eləyə bilər, ya da ki, məsələn, nəql eləyir də. Məsələn, nağıl danışır tutaq ki, biri sizə. Nağılı danışanda orada cümlələr qurulur. Məsələn, şir tülkünü gördü, nə bilim, onun başına belə oyun gətirdi, neynədi, nətərlədi. Bunlar nəqli cümlədir uşaqlar. Çünki məlumat ötürür, aydındır. Və nəqli cümlələr üçün uşaqlar söz sırası xarakterikdir. Yəni konkret sabit söz sırası var. Adətən pozulmur bu nəqli cümlədə. Çünki ümumiyyətlə Azərbaycan dilinin quruluşunda necədir? Birinci mübtəda gəlir, sonra ikinci dərəcəli üzvlər, sonra xəbər. Yəni nəqli cümlədə də adətən belə olur. Məsələn, ikinci cümləmə baxın. Deyir ki, mən hadisənin baş verdiyi yerə getdim. Bax, getdim, xəbər sonda gəlir. Kim getdi? Mən. Hadisənin baş verdiyi yerə. Bu da olur ikinci dərəcəli üzv olan hissə. Birinci yəni mübtəda gəlir, ən sonda da xəbər gəlir. Yəni burada mən söz sırasını pozmamışam, fikir versəz. Nəqli cümlə üçün bu xarakterikdir. Amma elə ola bilər pozulsun ha. Yəni pozuldu deyə mən buna nəqli cümlə deməyəcəm. Xeyr, yanlış düşünmüş olarsınız. Məsələn, bir nümunə deyək. Məsələn, belə bir nümunə deyim. Yazıram ki, getdim evə mən. Baxın. Bunun təbii ki, doğrusu necə olmalıdır? Mən evə getdim, düz deyil. Məni əvvələ keçirdəndə təbii ki, hər şey yerinə düşür. Mən evə getdim. Neysə, bunu düzəldəndə sən görürsən ki, bu məlumat verir də. Bu sual vermir axı, bu ya da nəyisə əmr eləmir, nida da yoxdur. Ona görə buna deyəsən nəqli cümlə. Və uşaqlar, nəqli cümlə ilə bağlı çox kiçik görünə bilər, çox elə-belə görünə bilər. Amma ən önəmli məsələlərdən biri də nədir? Sonunda hər zaman nöqtə qoyulur. Bax, bunu unutmayın uşaqlar. Bu ağla elə gəlir ki, hə də nədir ki, sıradan bir şeydir, amma yox. Bəzən bu nöqtənin yerinə nida qoyur. Sən də baxırsan ki, hə də normal cümlədir. Amma bir dənə o nida artıq işləri məhv eləyir də, əgər sən ona nəqli cümlə desən. Çünki o artıq o zaman olur nida cümləsi. Məsələn, bax, sonuncu yazdığım cümləyə baxın. Əsər çox maraqlıdır. Nöqtə qoymuşum, hə, problem yoxdur. Bu nəqli cümlədir. Amma bura mən nida qoysam, bu olur nida cümləsi. Görürsünüz, bir dənə durğu işarəsi aləmi qatır bir-birinə. Bu da belə. Amma nida qoymadığım vəziyyətdə bu nəqli cümlədir. Nəqli cümlələrlə bağlı bir də önəmli məqam nədir? Bunların feili, daha doğrusu xəbəri, feili xəbərli, bir də ismi xəbərli ola bilər. Gəlin baxaq bu cümlələrə. Ümumiyyətlə ismi xəbər nədir, feili xəbər nədir, onu deyim. İsmi xəbər odur ki, indi xəbərlə bağlı da məlumat verəcəm sizə, o ayrı məsələ. Onda daha aydın olacaq sizin üçün. Amma belə qısa deyim ki, xəbər ümumiyyətlə mübtədaya aid olan işi, halı, hərəkəti, hadisəni və hökmü bildirir. Və feili xəbərlər nə etdi, nə oldu, nə bilim, nə baş verdi, bu tip suallara cavab verir. Yəni hərəkət olur. İsmi xəbərlərdə uşaqlar. İsmi xəbərlər daha çox adlarla ifadə olunur. Yəni isim, sifət, say, əvəzlik, zərf. Burada məsdər feili sifətdə deyilik. Çünki bunların fikir verirsiniz, məsdərin sual verəndə biz nə sualını veririk də, düz deyil məsdərə. Bir də feili sifətə sual verəndə məsələn necə, nə cür bu tip suallar veririk. Ona görə məsələn xəbər əgər necədir, nə cürdür, nə bilim neçəncidir, nədir? Bu tip suallara cavab verirsə uşaqlar, hərəkət yoxdursa olur ismi xəbər. Gəlin indi nümunə ilə daha aydınlaşdıraq. Bax, deyir ki, yayda kəndə gedəcəyik. Gedəcəyik, nə edəcəyik? Suala baxın, nə etmək sualı çıxır ortaya. Nə etmək sualıdırsa, mən buna deyəcəm feili xəbər deməli. Olur feili xəbər. Hələ xəbərlərə baxıram. Mən hadisənin baş verdiyi yerə getdim. Nə etdim? Getdim. Qutardı. Nə etmək var? Aha, nədir bu? Feili xəbər. Sonra, əsər çox maraqlıdır. Necədir? Maraqlıdır. Görürsünüz? Hansı suala cavab verir? Necədir? Necədir sualı? Maraqlı özü ad deyil uşaqlar. Ad deyəndə yəni adlara aiddir, sifətdir. Sifətlə ifadə olunub xəbərim. Amma hökm bildirir də uşaqlar. Durdur, xəbərlik var deyə mən buna xəbər deyirəm. Mən bunu başımdan demirəm ki, xəbərdir. Dırı görürüm, deyirəm bu xəbərdir. Xəbərlik şəkilçisi var. Üçüncü şəxsin təki. Və sual verirəm. Necədir? Avtomatik olacaq ismi xəbər. Nə etmək, nə olmaq, hərəkət bildirmədi ki, ona görə oldu ismi xəbər. Ona görə deyirəm ki, nəqli cümlə ismi xəbərli də, feili xəbərli də ola bilər. Uşaqlar, baxın cümlələrə.
Deyir ki, məqsədim istirahətə getməkdir. İstirahətə getmək, məqmək görürəm məstər. Məstər tərkib yaradıb istirahətə sözü ilə. Hamısı bir yerdə cümlənin xəbəri olur? Hə, olur. Nə? Məqsədim istirahətə getməkdir. Nədir? Sual verəndə nə sual verirəm? Deyirəm, nədir? İstirahətə getməkdir. Görürsünüz, nə sualını verirəm. Nə sualı adlarda olmur uşaqlar. Feilin nə deyə bir sualı var? Yox. Ona görə olacaq nə? İsmi xəbər. Ona görə deyirik ki, uşaqlar, İsmi xəbərlər məstərlə, feili sifətlə, söz birləşmələri ilə, bir də adlarla ifadə oluna bilir. Sonra mələk oxuyandır. Oxuyandır. Sual verin. Necədir? Oxuyandır. Kim? Mələk. Görürsünüz, necə sualına cavab verdi? Oldu nə? İsmi xəbər. Sonra Aytac gələsidir. Gələsidir uşaqlar. Gəlmək kökdür. Asıl əsi nədir? Feilin lazım şəkildir. Dirdə şəxs onluğu. Yəni nə edəsidir? Nə etmək var da burada? Kim Aytaç? Nə etmək varsa nə olur? Feili xəbər, hərəkət var burada. Sonra, yəni uşaqlar düşünməyin, ağlınızda qaranlıq qala bilər ki, yaxşı hərəkət dedisə müəllimə, oxuyan sözündə də hərəkət var da. Razıyam sizlə. Feildir, bəli, amma uşaqlar biz feili sifətdə nə demişik sizlə? Həm feilin, həm sifətin xüsusiyyətini daşıyır. Amma hansı suala cavab verir feili sifət? Necə, nə cür, hansı? İsimləşəndə, məsələn, sualı hansı suala cavab verir? Məsələn, kim nə sualına cavab verə bilir? Amma uşaqlar, oxuyandır sözü özü indi necədir sualına cavab verir? Qutardı. Necə də, yəni adlar qrupasına aiddir də. O adlarda nə var idi? İsim, sifət, say, əvəzlik, zərf. Düz deyil. Ona görə mən bunu ismi xəbər deyəcəm. Sualı ilə tapacağıq uşaqlar. Sonra fevralın əvvəli idi. Fevralın əvvəli 3-cü növdür, düz deyil. İdi imişdəki bilirik. Qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. İdi imişi bundan ayırmıram, bunu da bundan ayırmıram. Hamısı bir yerdə oldu xəbər. Və də mən baxıram, fevralın əvvəli idi. Nə idi? Düz deyil. Burada mən hərəkət görürəm, görmürəm. Deməli, nə olacaq? İsmi xəbər. Sonra, Nizaminin əsəridir. Dır, dir, dur, dür. Nizaminin əsəri. Neçənci növ? 3-cü növ, bəli. Hamısı bir yerdə parçalanmıram, qutardı. Nədir? Nizaminin əsəridir. Nədir? Sualına cavab verdi. Hə, başımı niyə xarab edeyim? Oldu. İsmi xəbərli. Bunlar nəqli cümlə daha uşaqlar fikir versəz. Yəni, hamısında bir məlumat ötürdü. Ona görə. Gəlirəm əmr cümləsinə uşaqlar. Deməli, əmr cümləsi qəti əmr mənası ifadə edir və onunla bağlı olan başqa mənalar da var təbii ki burada. Məsələn, nəsihət, tələb, istək, arzu bu mənalar da ifadə edə bilər, xahiş də edə bilər. Yəni, bunlar əmr cümləsinin mənasında var yəni. Gəlin nümunələrimizə baxaq. Bir də bir şey daha deyim. Əmr cümləsinin sonunda nə qoyulur uşaqlar? Nöqtə işarəsi qoyulur. Bax, indi cümlələrimdir bunlar. İndi aydınlaşdıracağıq sizlə. Gəlin baxaq. Deyir ki, ey, bura gəl. Ey nədir? Keçmişik ki, çağırış nidasıdır. Düz deyil, mübtəda deyil, qətiyyən. Çünki burada nidadır. Nida da köməkçi nitq hissəsində suala cavab vermir. Bura gəl hissəsinə baxıram. Gəl, nə et? Əmr edirəm də uşaqlar. İkinci şəxsin təki əmr şəklidir. Bunları daha yaxşı bilmək üçün feil videosu var. Kanala yerləşdirilib feilin şəkilləri var. Əmr şəkli olan hissəni gedin o videonu izləyin, təkrar eləyin. Daha aydın olacaq sizin üçün. Aha. Bura gəl, nə et? Bura gəl, əmr eləyirəm. Burada olur zərf, bilirsiniz. Qutarda əmr anlayışı var da, tələb eləyirəm. Oldu əmr cümləsi. Sonra ikinci cümlə. Bazar günü saat 14:30-da hamı hazırlığa gəlsin. Bu arada həqiqi sözün əsl mənasında olan bir əmrdir. Hamını 14:30-da hazırlığa gözləyirəm mütləq. Yəni əyani hazırlığa. Aha, təbii ki öz qrupamıza aiddir bu. Hə, görürsüz əmr eləyir. Yəni tələbidir bu. Ona görə nə deyəcəyik buna? Əmr cümləsi. Bu da belə. Və yaxud di tez ol. Bu da əmr eləyir də uşaqlar. İkinci şəxs əmr eləyir. Tez ol, nə et? Və dini də burada görürəm. Di nədir uşaqlar? Di əmr ədatıdır. Ümumiyyətlə əmr ədatları daha çox əmr cümləsində işlənir. Daha çox deyirəm çünki elə bir hal ola bilər ki, əmr cümləsində işlənməsin. Məsələn, deyər ki, tez oxuyaydın, məsələn. Onda artıq oxuyaydın nədir? Arzu şəkli olur. O artıq əmr cümləsi olmur da, olur
nəqli cümlə. Və yaxud baxın, deyir, ey, bura gəl. Bunu 2 dəfə vermişəm. Nəysə. Və yaxud bura yazım, gəlin. Və yaxud gəlsinlər. Bu nə olur? Əmr cümləsi. Çünki əmr edir uşaqlar. Qarşımıza, ümumiyyətlə, bizim qarşımıza ən çox çıxa biləcək versiyası əmr ədatlarından olan versiyasıdır. Əmr ədatını belə qoyur və cümləni verir və cümlənin xəbərinə fikir verməlisən sən. Fikir verməlisən ki, gör həqiqətən əmr şəklindədirmi bu? Əmr şəklindədirsə biz bunu əmr cümləsi götürürük uşaqlar. Həmişə yəni cümlədəki köməkçilik hissəsinə baxmırıq. Ola bilər ki, o cümlədə heç əmr ədatı olmasın. Və yaxud ola bilər ki, məsələn, arzu ədatı olsun. Arzu ədatı olsun, amma olar cümləm əmr cümləsi. Məsələn, baxın, deyirəm ki, barı sən oxu. Ya da, məsələn, belə bir cümlə var idi, testdə görmüşdüm. Barı deyir, sən yaşa. Bax, sən yaşa. Yaşa nə et? Əmr eləyir də, düz deyil. Amma barı nədir uşaqlar? Əmr ədatıdır? Əlbəttə yox. Əlbəttə yox. Bu, arzu ədatıdır. Yəni, elə bir mütləq bir qaydamız yoxdur ki, əmr cümləsidir, mütləq əmr ədatı olacaq. Xeyr, o biri köməkçilər də ola bilər. Yəni, bir dənə önəmli məsələni yadda saxlayın ki, əmr cümləsi ancaq feilin əmr şəklində olur. Yəni, xəbər gördüm, arzu gördüm, məsələn, zamanlar görürsünüz. Qətiyyən buna əmr cümləsi deyə bilməzsiniz. Və yaxud, testdə ən çox belə çaşdırır. Baxın, belə cümlələri verir. Sən yaşamalısan. Uşaq da elə bilir ki, burada əmr eləyir. Əmr eləmir burada uşaqlar. Gəlin baxaq. Yaşdan yaşamaq, yaşanmalı, feilin vacib şəkli, sandaş sonluq. Bu əmr şəkildə uşaqlar. Yox, vacib şəkli. Vacib şəkildirsə, götürəcəm mən bunu nəqli cümlə. Burada əmr eləmir. Və yaxud sən getdin. Əmr eləyir burada. Qətiyyən zamandır uşaqlar. Xəbər şəklidə. Götürəcəm nəqli cümlə. Aydındır? O biri şəkillər olanda əmrdən başqa. Mən heç vaxt onu əmr şəkli götürməyəcəm. Niyə həmişə nəqli cümlə götürəcəm, onu da demirəm. Niyə demirəm? Çünki ola bilər, məsələn, sual intonasiyası qoysun. Məsələn, sən getdinin sonuna bir dənə sual qoyar. Eləyər bunu nə? Eləyər sual cümləsi. Baxın. Sən getdin, olar sual cümləsi. Aydındır. Yəni, siz bir kəlmə bilin ki, əgər əmr şəklində deyilsə cümlə, ona biz əmr cümləsi deməyəcəyik. Bir də uşaqlar, əmr şəklində olar, sonunda nida qoyar, o da əmr cümləsi deyil. Gəlin, baxaq. Bu önəmli qeydlər də, bunu mütləq qeyd eləyin özünüzdə. Testdə ən çox düşən məqamlar bunlardır. Deyirəm ki, yaşa mənim xalqım, baxın. Xalqa müraciət eləyir, düz deyil. İndi bunu tərsinə verin bir dəqiqə. Aha, fikir verin. Nə deyir? Deyir, mənim xalqım, yaşa. Yaşa sözündə əslində əmr var, ha. Yəni, nidanı qoymasa problemimiz yoxdur. Nidasız mən bunu əmr cümləsi götürürəm. Amma nidanı əgər verirsə uşaqlar, nida artıq, necə deyim, bir möhürdür da, elə düşünün. Nida varsa, qutardı o nida cümləsidir. O deyirik, konu tartışmaya kapalı. O vəziyyətdir. Əgər nida varsa, orasına burasına baxmırıq. Nida cümləsi götürürük. Başımızı çox da yormuruq. Keçirik sual cümləsinə. Sual cümləsi uşaqlar, təbii ki, adı üstündə sual məqsədi ilə işlədilən cümlələrdir. Və sual cümləsinin işlənməsində bir neçə məqsəd ola bilər uşaqlar. Yəni, ya yeni məlumat almaq istəyərsən, ya da məlumatı dəqiqləşdirmək istəyərsən. Məsələn, ona uyğun cümlələr qurmuşam burada. Deyir ki, adın nədir? Məsələn, sən də deyirsən Gülbahar. Görsən, yeni məlumat aldın. Düz deyil. Bu yeni məlumatdır artıq. Bir də var, deyirəm ki, sən zabratda qalırsan, sən mənə 2 cür cavab verə bilərsən. Ya deyəsən hə, ya da deyəsən yox. Yeni bir şey deməyəsən. İndi kefin istəyər deyərsən, məsələn, yox, nə bilim, Bakıda qalıram. O ayrı məsələ. Amma mənim verdiyim cümlənin, Bakıda qalıram deyirəm, özdə yox. Deyərsən ki, məsələn, nə bilim, Xırdalanda qalıram, misal üçün. Mənim verdiyim cümlənin uşaqlar,
Yəni məqsədi səndən soruşmaq deyil, sən harda qalırsan. Məqsədim sadəcə dəqiqləşdirməkdir. Bilim, sən Zabratda qalırsan ya yox. Ya hə deyəsən ya yox. Aydındır? Amma desəm sən harda qalırsan? Hə, onu desəm sən artıq mənə konkret məkan deməlisən. Mən səndən məkanı soruşuram. Aydındır? Orada yeni məlumat alıram. Və yeni məlumat almaq üçün uşaqlar biz nələrdən istifadə edirik? Yeni məlumat üçün biz sual sözlərindən istifadə edirik. Yəni sual əvəzliklərindən istifadə edirik. Amma sual əvəzliyindən istifadə etməsək, biz yeni məlumat yox, sadəcə məlumatı dəqiqləşdirmək istəyirik. Uşaqlar, ümumiyyətlə sual cümlələri yadınızda saxlayın. Bir sual əvəzlikləri, deməli, sual ədatı, sual intonasiyası vasitəsilə qurulur uşaqlar. Yəni bu üç şeylə qurulur. Yadınızda saxlayın sual cümlələrində. Yəni nə də olmasa da, məsələn, sual ədatı deyək ki, yoxdur, sual əvəzliyi yoxdur, amma sual intonasiyası mütləq var. Sual intonasiyası nədir? Onun elə bir tonda verirsən ki, qarşı tərəf anlayır ki, sən sual verirsən. Aydındır? O necə bayaq bir cümlə dedim. Məsələn, deyirəm ki, sən gələcəksən. Əgər bunu elə intonasiyada deyərəm ki, məlumat verirəm sənə, nəqli cümlə olar. Sən gələcəksən. Nöqtə. Bir də var deyirəm, sən gələcəksən. Hə, bunu sual kimi versəm, bu olur sual intonasiyası. Və sonunda sual işarəsi qoyuram. Yəni sual intonasiyası qaçılmazdır. O həmişə var. Sual cümləsinin özülüdür. Amma əvəzlik və ədat, sual əvəzlik və ədatları bunlar çox vaxt iştirak eləyir. Bəzən elə ola bilər iştirak eləməsin. İndi onlarla bağlı gəlin nümunəyə baxaq. Bir qrup cümlələr var ki, sual cümlələri. Yalnız sual əvəzlikləri ilə qurulur. Sual əvəzliklərini təkrar edək bu baxımdan. Fayda var. Yəni, məsələn, ismin sualları hansılardır? Kim, nə, hara? Sifətin sualları. Necə, nə cür, hansı? Feildən. Nə etdi, nə edir, nə edəcək? Nə bilim, ya da nə edəsidir, nə oldu, nə bitdi, bu tip. Sonra, yəni nə bitdi yox, nə bitdi deyə sual yoxdur. Yəni, nə etməklə, hərəkətlə bağlıdır daha çox. Bu belə. Sonra, məsələn, zərfdə, yer zərfi, hara, haraya, zaman zərfi, haçan, nə vaxt, bu tip suallar, nəysə, sual sözləri, sual əvəzlikləri. İndi bunlarla bağlı cümləyə fikir verək. Onlar nə vaxt getdilər? Görürsünüz, sual verirəm. Nə vaxt sözün qoydum bura? Nə zaman getdilər? Burada uşaqlar, sual intonasiyası da var. Sual əvəzliyi də var. Yəni, sual intonasiyası həmişə var. Bunu yadda saxlayın. Sual əvəzliyinin köməyi ilə yaranan deyəcəyik buna. Yəni, intonasiyada var, əvəzlik də var. İndi baxın, sənə nə olub? Görürsünüz, sual qoyuram. Daha doğrusu, nə olmaq sualıdır. Sonra, kim gəlib? Görürsünüz, sual. Kim? Görürsünüz, sual əvəzliyi vasitəsilə olan sual cümlələri budur. Yəni, bu şəkildə qurulurlar. Və yaxud deyirəm ki, məsələn, Ayşən neçənci sinifdə oxuyur? Neçənci sinifdə oxuyur? Baxın. Görürsünüz, bu artıq sual əvəzliyi vasitəsilə qurulan bir sual cümləsidir. Əvəzlik var burada, soruşuram. Bir də var uşaqlar, sual ədatları vasitəsilə qurulan, onların köməyi ilə qurulanlar. Təbii olaraq, yəni bir zəhmət, sual ədatlarını gedin təkrar edin bu baxımdan. Onların vasitəsilə gedin o bir ədatları da təkrar edin. İmtahana bir şey qalmayıb çünki. Az bir vaxtınız qalıb, biraz məsuliyyətli olun. Açar sözümüz məsuliyyət. Aha, sual ədatları dedik ki, bəs, məgər, yəni, ki, bir də mumi, bulardır. Bunların vasitəsilə cümlə necə qurular? Məsələn, baxın, sabah tədbir olacaq ki, görürsünüz, sual ədatıdır. Bunun vasitəsilə mən sual cümləsi qurdum. Olacaq ki, amma desəm, mən ki bunu bilirəm, orada ki nə olar? Qüvvətləndirici ədat olar. Baxın, bəs Orxan bilir, görürsünüz, bəsi buradan atsam, sual verirəm. Orxan bilir, sadəcə sual intonasiyasıdır. Nə əvəzliyim var, nə ədatım var. Amma bura bəs əlavə etmişəm. Olub nəyin köməkliyi ilə yaranan? Sual ədatının köməyi ilə yaranan sual cümləsi. Təbii ki, bunu bilmək üçün bəsin sual ədatı olduğunu bilmək lazımdır. Gəldik. Məgər toy sabah deyil? Məgər sual ədatı. Sonra bilirsənmi?
Mi-ni qoymasan sual intonasiyası ilə yaranmış olacaq. Sadəcə intonasiya ilə. Yəni o deyiliş tonu ilə. Amma bax deyirəm bilirsən, sonra deyirəm bilirsən mi. Mi varsa artıq nə olur? Sual ədatının köməkliyi ilə. Sonra yəni kino bitdi. Görürsüz? Yəni burada sual ədatı olur. Baxın, yəni bir də keçmişik ki, bağlayıcı olur da, düz deyil. Aydınlaşdırma bağlayıcısı. Məsələn, izah eləyəndə deyirəm ki, uşaqların hamısı yüksək bal yığdılar. Yəni, məsələn, Orxan, Ömər, nə bilim, Əziz, Xaqan, Aytac, Mələk 290 bal yığdılar buraxılışda. Görsən, izah eləyirəm. Burada olur bağlayıcı. Amma deyirəm ki, yəni uşaqlar mükafatlandırıldı, yəni kino bitdi. Bu olur artıq sual ədatı. Bir də var uşaqlar, yalnız sual intonasiyası ilə qurulanlar. Yəni burada nə ədat olur, nə də əvəzlik olur. Məsələn, Rəhim cəzalandırılıb. Sonra deyir, sabah hava yağışlı olacaq. Bəli, bunlar ancaq intonasiya ilə qurulub. Burada hansı bir ədat görürsüz, ya da əvəzlik görürsüz? Yox, mən görmürəm. Yoxdur çünki. Bu ancaq sual intonasiyasından qurulandır. Çünki uşaqlar fikir verirsiniz, bax bunlarda intonasiyada o şey var ya, sual əvəzliyi. Yəni bunu artırsam, bu intonasiya plus sual əvəzliyi ilə qurulmuş olacaq. Amma mən burada nə edirəm? Burada əvəzlik qoymuram, tutaq ki. Məsələn, bu sual işarəsinin yerinə nöqtə qoyuram. Rəhim cəzalandırılıb, nöqtə. Əgər belə eləsəm, gəlin baxaq, görək nə dəyişiklik olacaq. Rəhim cəzalandırılıb. Mən sadəcə buna nöqtə qoysam, bu olacaq təbii ki, nəqli cümlə. Aydındır. Bir dənə durğu işarəsinin görün yaratdığı məsələyə baxın. Çünki bu intonasiya ilə qurulub. Amma əks halda, yəni bayaqki halı ilə olur sual cümləsi. Bu da belə, yalnız intonasiya ilə qurulan. Yəni bu intonasiya ilə qurulma bir də uşaqlar ola bilər ki, şeylə olsun. Yəni ritorik suallardan olsun. Buna deyirik ki, cavab almaq məqsədi ilə qurulmayan sual cümlələri, bədii suallar deyirik də. Gəlin baxaq. Füzulidən bir nümunə vermişəm. Mənim şagirdim çox sevir. Bir şagirdim var ki, bu qəzəlin aşiqidir deyə bilərəm. Ona görə onun könlü olsun deyə belə bir nümunə vermişəm. Aha, mənə tən eyləyən qafil səni görəcək utanmazmı? Uşaqlar, bax burada təbii ki, sual intonasiyasının köməyi ilə deyil. Yəni buna bunu deyə bilmərik. Burada sual ədatımız var bu boyda. Ədatın köməkliyi iləndir. Amma bu uşaqlar bədii sualdır, adi sual deyil. Yəni burada müəllif, yəni Füzuli bunu cavab almaq məqsədi ilə qurmayıb. Yəni bunun əslində cavabı özündə gizlidir də. Deyir, mənə tən eyləyən qafil səni görəcək utanmazmı? Yəni özündə deyir ki, əslində utanar. Sadəcə bunu o şəkildə sual verir ki, yəni cavabı özündə gizli olan sualda. Yəni o deməkdir ki, utanar. Bu cavab almaq məqsədi ilə qurulmayıb. Uşaqlar, nida cümləsi də adından bəllidir. Yəni burada təbii ki, nidalardan istifadə oluna da bilər, olunmaya da, amma önəmli məqamı nədir? Yüksək hiss həyəcanla deyilir. Və bu cümlələrdə sonda mütləq nida işarəsi qoyulur, qoyulmalıdır. Aha, baxaq. Nidalarla işlənə bilər, bir də yalnız intonasiya ilə qurula bilər. Nidalarla qurulmasına baxaq. Nida bilirsiniz də, köməkçilik hissəsi nidadan bəhs edirik. Gəlin baxaq. Deyir, mən öyrənməkdən doymuram. Görürsünüz, nidadan istifadə olunub. Nidadan o demək deyil, həmişə istifadə olunsa bu nida cümləsidir. Qətiyyən. Nidadan ola bilər sual cümləsində də istifadə olunsun, ya nəqli cümlədə də. Siz nəyə baxasınız əsas məsələ olaraq? Siz sondakı nida işarəsinə baxasınız. Bəzən bunu buraxacaq qəsdən. Siz kontekstə görə tapasınız. O cümlənin təbii ki, məzmununa baxasınız da, o hiss həyəcan bildirə bilərmi? Və də uşaqlar, ümumiyyətlə cümlənin sonunda nida işarəsini gördünüzsə, ona artıq deyəsiniz nida cümləsidir. Aydındır. Yəni sizə çətin, sizi dağa daşa salacaq şeylər verməyəcəklər bununla bağlı. Sonra yalnız intonasiya ilə qurulanlar, yəni burada nidalardan istifadə olunmur. Baxaq. Deyir, eşidin məni, uşaqlar. Görürsünüz, burada bir həyəcan var. Deyir, eşidin, dinləyin, yəni. Və də nidanı qoyur. Oldu nə? Nida cümləsi. Amma burada nidanı qoymasaydı uşaqlar, nöqtə qoysaydı, sizcə nə olardı? Əlbəttə ki, əmr olardı. Çünki nəqli deyə bilməzsiniz. Axı orada əmr eləyir. Feilim əmr şəklindədir.
Bax, testdə sual verər. Nida cümləsində ya da belə sual verər ki, məsələn, əmr şəklində olan bütün cümlələr əmr cümləsidir. Xeyr, əsla əmr şəklində olan bütün cümlələr əmr cümləsidir deyə bilmərik. Niyə? Eşidin əmr şəklidir, düz deyil. Amma bax, nida cümləsidir. Amma uşaqlar, diqqətlə dinləyin. Qızıl bir qeyd gəlir. Əmr cümləsi ancaq əmr şəklində olur. Bax, əmr şəklində olan bütün cümlələr əmr cümləsi deyil. Amma əmr cümləsi ancaq və ancaq əmr şəklində olur. Yəni, harada görürsünüz əmr cümləsi, o bilin ki, əmr şəklindədir. Fisiyo, başqa yolu ola bilməz. Amma əmr şəkli həmişə əmr cümləsi ola bilmir. Yəni, nida da ola bilər, sonra sual da ola bilər. Məsələn, deyirəm ki, nə deyək, məsələn, sabah imtahana getsin, ya da deyirəm ki, sabah əylənməyə getsin. Məsələn, getsin özü əmr şəkli, düz deyil, amma axırına sual qoyuram, olur sual cümləsi. Bu məqamlarda diqqətli olun. Sonra, dərsə laqeyd qalmayın. Görürsünüz, nida qoymuşam. Nə bildirir? Nida cümləsidir də, yəni. Və də burada nida, hansısa bir köməkçi nitq nida varmı? Yoxdur. Ona görə olur nida cümləsi. Hə, buradan nidanı atsam, nöqtə qoysam nə olacaq? Olacaq əmr cümləsi. Bu baxımdan da diqqətli olun. Elə bir iki cür yazın da bu cümləni. Bax, bir yazın, dərsə laqeyd qalmayın. Nidanı qoydum. Oldu. Məsələn, nida cümləsi. Bura belə nida yazın. Düzdəyin, nida cümləsi. Bir də belə yazın. Həmin cümləni köçürdün, sonuna nöqtə qoyun, yazın əmr cümləsi. Bu şəkildə. Sonra, gəlirik nəyə? Bir də belə bir cümlə verə bilər. Məsələn, bu kitabdan bir nümunədir. Məsələn, deyir, tfu sizin üzünüzə. Bunu niyə verirəm uşaqlar? Burada çünki hansısa bir xəbər yoxdur da. Xəbər yoxdur və sonuna nida işarəsi qoyur uşaqlar və də görürsünüz nidadan istifadə edir. Tfu burada nidadır. Burada qəzəb bildirən nidadır, istehza bildirən nidadır. Tfu sözü var. Nidaları təkrarlasınız, görərsiniz orada. Və bu artıq nə olur? Nida cümləsi. Bunu əmr deyə bilməzsiniz. Burada çünki əmrlik bir şey yoxdur axı. Əmr cümləsində mütləq feillərdən istifadə olunur. Həmişə feillər olur. Məsələn, nəqli cümlə feil olmaya da bilər xəbərim. Yəni, ismi xəbər ola bilər. Amma əmr cümləsində həmişə feili xəbər olur və orada əmr şəkli olur. Nida cümləsində uşaqlar, məsələn, görürsünüz, heç xəbər feili yoxdur burada. Feil olmaya da bilər. Yəni, hiss həyəcan bildirməsi önəmlidir. Sual cümləsi də həmçinin. Yəni, orada da ismi xəbərli ola bilər. Məsələn, deyirəm ki, bu kitab maraqlıdır. Məsələn, sual verirəm. Sonda görürsünüz, nə deyirəm? Maraqlıdır. Məsələn, gəlin, burada yazaq da nümunə. Məsələn, deyirəm ki, bu maraqlıdır. Baxın. Nə olur bu uşaqlar? Sual cümləsi. Və də ismi xəbərlidir. Görürsünüz, feil yoxdur heç. Yəni, belə də ola bilər. Amma yeganə əmr cümləsi həmişə feili xəbərli olur. Aydındır. Feili xəbərli olur və mütləq əmr şəklində olur. Əmr şəklində. Amma, baxın, bütün əmr şəklində olan cümlələr əmr cümləsi, qısa yazıram uşaqlar, deyil. Bunu yadda saxlayın. Aydındır. Bayaq nə gördük? Nida da ola bilər. Sonda əgər nida işarəsini qoyursan, nida cümləsi də ola bilər. Ola bilər olsun, məsələn, sual cümləsi də. Aydındır. Nəqli olmayacaq, əmr olacaq. Nəqildənsə əmr olacaq. Amma sual işarəsi qoysa, sual deyəsiniz, yəni nida da qoysa deyəsiniz nida cümləsi. Suala da gəlin bir nümunə yazım sizin üçün. Məsələn, buradan qısa yazım. Sabah əyləncəyə getsin. Baxın, sual verir. Görürsünüz. Sin nədir? O getsin. Üçüncü şəxsin təkinin əmr şəkli. Düz deyil. Amma, baxın, sual verirəm halbuki. Sual verirəmsə, bu deməli nədir uşaqlar? Sual cümləsidir də. Aydındır. Bu məqamlarda mütləq diqqətli olun. Açar sözümüz buraxılış. Uşaqlar, hələlik bizdən bu qədər.
Yəni növbəti video mübtəda ilə xəbərə aid olacaq. Hələ ki bu qədər, nəsə bir sualınız, sözünüz olarsa şərh bölməsində mütləq qeyd edin, sizə geri dönüş edəcəm. Hələlik Allaha əmanət olun.